Hörmətli izləyicilər, mən Kamil Qasımov bloger olaraq Gəncə şəhəri Heydər Əliyev prospekti 32 saylı orta məktəb qarşısında bu qəzalı vəziyyətdə ağacı çəkib göstərmişdim. Yenə də çəkib göstərirəm. Rəsmi olaraq müraciətimi eləyirəm ekologiyaya. Amma ekologiyadan heç bir nəticə yoxdur. Bax, bu ağac qəzalıdır. Burada da uşaqlar məktəbə gedib gəlir. Bax, hər an demək olar ki, burada bu ağac aşa bilər. Biri buradadır. Dəfələrcə müraciət etsəm də Gəncə şəhər 10 saylı ekologiyadan heç bir nəticə vermir, heç bir köməklik göstərilmir. Bu da təhlükədir. 32 saylı orta məktəb direktoru tərəfindən də müraciət olunubdur rəsmi, amma heç bir köməklik göstərilmir. Gələ burada bir hadisə olar, ondan sonra gəlib bir baxarlar. Hal-hazırda görsə qəzalıdır, ağac qupqurudur. Bir küləkdə ağac aşacaq. İndi ikincini göstərəcəm. İkinci ağac da budur. O məktəbin qarşısındadır. Hər gün bir butağı düşür. Bax, görürsünüz. Düz məktəbin qarşısı. Altında nəqliyyat vasitələri dayanır, vətəndaşlar durur. Astanovkada yerləşir burada. Vətəndaşlar avtobuslarda minirlər. Görürsünüz nə günlər. Bunu gəlib nə yaşıllaşdırma, nə də ekologiya tədbir görmür. Özgə vaxtı orada-burada ağaçlar kəsilir. Onlara heç nəzarət edən yoxdur. Bax, buna bir rəy vermirlər. Görürsünüz vətəndaşlar, bax, burada avtobusa minir ağacın altında. Bu da təhlükədir. Xahiş eləyir aidiyyatlı orqanlar təcili şəkildə bu ağaçlara qulluq eləsinlər, bu ağaçlar çıxarılsın və yenisi əkilsin bura, təzəsi. Diqqətiniz üçün təşəkkür edirəm.